Bəli, yanlışdır baş cümlənin budaq cümləyə bağlanması. Çünki budaq cümlə baş cümləyə bağlanır. Ona görə. Kiminsə sualı varsa versin əvvəlcə. Deməli, önəmli bir mövzunu bitirdik sizlə. Həmcinslər, əlavələr, kitab, ara söz, ümumiləşdirici sözlər. Yəqin testlərdə də gördünüz. Çoxlu xırdalıqlar var, detallar var. Vergülə fikir vermək lazımdır. Hər şeyə fikir vermək lazımdır. Biraz çətin mövzudur o baxımdan. Yəni hər xırdalığa fikir vermək baxımından testlər də yəqin ki, hamınız çatdırıb işlədiniz, bitirdiniz. Bugün biz sizinlə sadə cümlə bəhsini bitiririk. Bir də mürəkkəbdən tabelisi də verəcəm bugün. Çünki gələn dərs işimiz çoxdur. Tabeli mürəkkəb cümlə bu ayrılıqda geniş bir mövzudur ki, onun yanına heç nə verməyim gələn dərs. Ona görə bugün tabelisi verəcəm sizə. Deməli, sadə cümlə bəhsində bizdə qaldı cümlənin məqsəd və intonasiyaya görə növləri, bir də şəxsə görə növləri. Bunların ikisi də əslində rahat mövzulardır. Amma yenə də diqqət etməli məsələlər var. Məqsəd və intonasiyaya görə növlər 4 yerə bölünür. Nəqli, əmr, sual, nida. Daha çox olan yəqin ki, bir 80, 85, 90% nəqli cümlədir. Yəni gündəlik həyatda biz daha çox nəqli cümlələrdən istifadə edirik. Nəqli cümlələrin sonunda nöqtə işarəsi qoyulur və yaxud da 3 nöqtə işarəsi qoyulur. Sual cümlələrinə baxaq. Sual cümlələri haqqında bir qədər geniş danışacağıq. Sual cümlələri sual məqsədli verilir və fərqi yoxdur. Bədii sualdır, adi sualdır. Yəni nəticədə bu sual cümləsidir. Axırında sual işarəsi qoyulursa, deməli bu sual cümləsidir. Sual cümlələrində düşən məsələlər nədir? Bu sual cümləsinin nə ilə yaranması, nəyin vasitəsilə yaranması. Bilirsiniz ki, həm intonasiya ilə yarana bilər, həm sual əvəzliyi ilə yarana bilər, həm də sual ədatı ilə yarana bilər. Əslində intonasiya hamısında olur. Yəni əvəzliklə yarananda demirik, intonasiyası yoxdur. Ona görə bunun adını belə demək lazımdır, daha konkret. Yalnız sual intonasiyası ilə yarananlar. Yalnız sual intonasiyası ilə yaranırsa, sual. Burada deməli sual əvəzliyi və yaxud da sual ədatı sual yaratmayıb. İşlənə bilər, amma yaratmayıb. Məsələn, sən gedirsən, sual verir. Sırf intonasiya ilə yarandı bu. İkincisi sual əvəzlikləridir. Sual əvəzlikləri bilirsiniz ki, elə məqsədi odur daha çox. Məsələn, hara gedirsən və yaxud da haraya gedirsən eyni şeydir. Amma burada bir məqam var. Hansı cümlədə ki, sual əvəzliyi işlənib, amma o sual yaratmağa xidmət eləməyib, biz artıq deyə bilərik ki, hə, burada sual əvəzliyinin vasitəsilə yarandı. Əvvəlcə ona baxaq ki, nə zaman ola bilər ki, sual əvəzlikləri sual yaratmasın? İki dənə hal var. Kimsə deyə bilər bunu? Biri səhv etmirəmsə, bu fe'li sifətlərdə Bağlayıcı seçimi. işlənir. Bəli. Fe'li sifət tərkibinin aslı tərəfində gələ bilər. Məsələn, kimin gəldiyini bilirəm. Bəli, kimin gəldiyini bilirəm. Eyni nümunəni dedik. Bir də bəli, Fatimə, bağlayıcı vasitə olanda tamamilə doğrudur. Yəni daha da konkret desək, bağlayıcı söz olanda kim istəyir o gəlsin. Yəni bu halda artıq o sual əvəzliyidir yenə də, amma sual yaratmır. Sual yaratmır. Məsələn, hətta belə bir cümlə olsa belə, yəni kimin gəldiyini bilirsən, axırında sual işarəsi qoysaq belə, burada sualı yaradan sual əvəzliyi deyil. Nədir? Bəs intonasiyadır. Hardan bilirik bunu? İki dənə yol var bilmək üçün. Birincisi, mən bu cümlənin intonasiyasını dəyişməklə nəqli cümləyə çevirə bilərəm. Kimin gəldiyini bilirsən. Belə də ola bilər bu. İkincisi, belə bir mühüm qaydamız var ki, yəni çox yerdə işinizə yarayacaq bir qaydadır. Sual əvəzliyi ilə düzəlmiş
Yəni sual əvəzliyi vasitəsilə yaranmış sual cümləsinə təsdiq inkar ədəti ilə cavab vermək olmur. Bəli. Nəyin cavabını vermək lazımdır? Sırf o sual əvəzliyinin cavabını vermək lazımdır. Məsələn, burada kimin gəldiyini bilirsən, bəli deyə bilirəm və yaxud da xeyr deyə bilirəm. Amma desəydim ki, kim gəlir, burada artıq bəli deyə bilmirsən. Hə. Aldığım çiçək necə də gözəldir. Bu nümunəni yazmısınız. Bu nümunənin bəli, heç bir aidiyyəti yoxdur bizim indiki mövzumuza. Çünki ilk növbədə orada sual əvəzliyi olmalıdır. Siz əgər bir nümunə çəkirsə buna, axı orada necə də ədatdır. Ədatdırsa, deyə bilməzsiniz ki, hə, görürsünüz burada sual əvəzliyi var, amma sual yaratmır. Bəli, sualı yanlış anladınız. Deməli, məsələn, kim gəlib dedikdə, sən kimin cavabını verməlisən? Bəli, xeyr deyə cavab verə bilmirsən. Bu məsələ var burada. Sonra, həmçinin mürəkkəb cümlələrdə bağlayıcı söz olanda kim istəyir gəlsin. Burada da kim sual yaratmır. Hətta mən bunu belə qoysam belə, kim istəyir, baxın ən çaşdırıcı versiya budur. Gəlsin, kim istəyir gəlsin. Belə olanda belə, yenə də bu sual cümləsidir. Amma burada yenə də sualı yaradan sual əvəzliyi deyil. Çünki biz baxırıq ki, orada intonasiya yaradır. Bəli, kim istəyir o gəlsin. Qarşılıq sözünü də işlədə bilərsiniz orada. Tamamilə doğrudur. Bu belə. Sonra, növbəti məsələ sual ədədləridir. Sual ədədləri sual əvəzliyindən fərqli olaraq varsa əgər sual yaradır, bir də nümunəsindən başqa. M ədatı. M ədatı bağlayıcı vasitə kimi də işlənə bilir. M ədatı elə bir ədatdır ki, bununla bağlı hər il sual düşür. Hər il. Yəni sertifikasiyada da, miqdə də, yəni məşhur bir şeydir bu. Onun özə bağlayıcı vasitə olması məsələsi, olub-olmaması məsələsi. Deməli, əvvəlcə adi bir nümunəyə baxaq. Məsələn, sən gəlirsən mi? Burada mi sual ədatıdır və sual yaradır. Yeri gəlmişkən, bu yaxınlarda bir sınaq işlətdim. Gördüm orada çox adam qarışdırır. Ona görə burada ayrıca deyirəm. Sən gəlirsənmi? Gəlirsənmi? Bu cümlədə neçə dənə söz var? Üç dənə. Harda da o üç dənə söz? Mi. 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 Şəkilçiləşmiş formada. Ay sağ ol. Şəkilçiləşmiş formadadır. Şəkil bir söz necə bir sözdür ki, bitişik yazılıb o birisi sözə. İki dənədir. Bəli. İki dənədir. İki dənədir və baxın elə yaxşı ki dedim burada. O sınağı səhv işləyənlərin canı sağ olsun. Sizin üçün də bir kömək oldu bu. Hə, sizdə idi Nərmin, sizin sınaqda idi o. Hə, hamınız səhv eləmişdiniz. Bəli. Deməli, yadımda deyil neçənci sınaqdır. Bu aralar çox sınaq göndərirəm. Əzbər bilmirəm hansı sınaqdadır, amma işləyəcəksiniz hər biriniz belə bütün sınaqları. Deməli, baxın, sən gəlirsənmi? Burada iki dənə söz var, amma üç dənə nitq hissəsi var. Hətta üç dənə müxtəlif nitq hissəsi var. Sən əvəzlik, gəlirsən feil, mi, ədat. Və buna fikir vermək lazımdır. Və yaxud da səninləmi? Biz həmişə deyirik ki, bir dənə sözün içində üç dənə nitq hissəsi var. Bəs bu bir sözdür də, deməli, səninləmi? Amma şəkilçi də deyil. Şəkilçi də deyə bilmərik buna. Məsələn, Turalla getdi. Bu cümlədə neçə dənə şəkilçi var? Bir dənə, getdi. O ilə qoşmadır. Yəni, ayrıca bir söz deyil, şəkilçiləşmiş formadadır, amma yəni, o ikisi birlikdə bir dənə sözdür. Biraz düzdür. Ziddiyyətli bir məsələ ortaya çıxır, bəs quruluş növü filan, ona toxunulur. Sadəcə deyir ki, ikisi birlikdə bir dənə sözdür. Bunu belə yadda saxlayın. Bir şey anlamadım, Buyurun. İlqar müəllim. Bu sualda əgər sözə bir şey yazılırsa, o söz sualdır, beləmi? Hə, bəli, üstündə 4 yazılıbsa, deməli şəkilçiləşmiş formadadır. İşte ikisi Doğrudur. de söz sualdır. Bəli, bəli, bəli. Ayrıca söz sayılmır.
Yaxşı. İndi gələk bu m-nın bağlayıcı vasitə kimi işlənməsinə. Necə ola bilər ki, bu bağlayıcı vasitə olsun və sual yaratmasın? Yox, budaq cümlədə işlənir. Kimsə nəsə quruluşda düzəltmədir. Bəli. Olar şərti olaraq düzəltmə sayılır. Şərti olaraq. Niyə şərti olaraq deyirəm? Çünki e, biz onlara yəni şəkilçi deyəndə onda görürsünüz heç yerdə deyilmir əvəzlikdən əvəzlik düzəldin sər şəkilçisi və yaxud da niyə orada kim nəsə sözü məsələn nə isədir də o. Niyə məsəl üçün o hallananda leksik şəkilcinin qabağına gedir qrammatik şəkilçi. Bu cür məsələlərin heç birisinə toxunulmur, istisnalara girilmir. Sadəcə deyir ki, şərti olaraq yadda saxlayın ki, bunlar mürəkkəb sayılır. Hərə sözüdür, nəsə sözüdür, biri sözüdür, əvəzlik kimi və s. Bu belə. İndi burada gələk bir məsələyə m ədatı ilə bağlı, onun bağlayıcı vasitə olması ilə bağlı məsələ. Nə deməkdir bu? Əgər qısaca yadda saxlaya bilərsiniz, m anda mənasındadırsa və yaxud da sasə mənasındadırsa, o zaman bağlayıcı vasitədir və bu zaman sual yaratmır. Sual yaratmır. Bəli, evə gəldi mi, yeməyini yeməyə başlayır. Yəni ki, evə gələndə və yaxud da evə gəldisən. Amma bu o demək deyil ki, hardamını gördünüz mürəkkəb cümlədə. Deməli, bağlayıcı vasitədir. Xeyr. Bəlkə sual yaratmağa xidmət edib. Məsələn, hardasa bir 2 il qabaq sertifikasiyada belə bir şey düşmüşdü. Bilirsənmi, kimsən, nəsən, bəxtiyar, belə bir şey düşmüşdü. Buradakı bilirsənmi, sual yaradır. Baxmayaraq ki, tabiri mürəkkəb cümlənin içində işlənir, amma yenə də sual yaradır. Nümunəni belə yazı ilə də yazıram, göz yaddaşınızda qalsın. Bilirsənmi, kimsən, nəsən? Bəs hardan bildik bunu? Çünki oradakı anda əndə mənasında deyil. Yəni, intonasiyadan da görürük ki, sualı yaradan odur. İndi bunun ən pik nöqtəsi nə ola bilər? Evə gəldimi, yemək yeyəcək. Yəni, sual işarəsində qoyarlar axırda, adamı çaşdırmaq üçün. Evə gəldimi, yemək yeyəcək. Görürsünüz, sual da var. Amma buradakı sualı yaradan yenə də o m ədası deyil. Ay, sağ ol. Hə, yoxla. Yo. Hə, yoxu buna aid edə bilmərik. O əvəzliyə aiddir. Çünki sual ədası ilə yaranan cümlələrə hə, yox cavabı vermək olur. O saat başqa bir nümunə fikirləş beynində. Gəlirsənmi? Hə, yox, vermək olur da. Mən dediyim o qayda bir dənə əvəzliklərə aiddir. Çünki əvəzliklər özü leksik mənası olan sözdür və sən onun cavabını tapıb verməlisən. Amma m sual yaratmaya xidmət edir, amma m-nın özü bir sual deyil axı. M elə bir ki, intonasiya kimi bir şeydir. Qoşulduğu ifadənin belə deyək, sualını yaradır. Deməli, evə gəldimi, yemək yeyəcək. Hə, əvəz edə bildik. Deməli, burada sualı yaradan m ədatı deyil və yaxud da m ədatı sual yaradan vasitə deyil. Bəs burada sual ədatı işlənibmi? Bəli. Sual ədatı var, amma ki, sual yaratmaya xidmət eləməyib. Bunun haqqında tabiri mürəkkəb cümlədə çox geniş danışacağıq. Hələ ki, bir dənə qısaca onu deyim ki, m ədatı əgər sual yaratmağa xidmət eləmirsə, budaq cümlədədir. Elirsə, baş cümlədədir. Sıralamada fərq yoxdur. Həmişə bir daha deyirəm, həmişə əvvəldə gəlir onsuz da. M əgər sual yaratmağa xidmət eləmirsə, budaq cümlədədir. Evə gəldimi, yemək yeyəcək. Birinci budaq cümlədir. Amma sual yaradırsa, bilirsənmi nə deyiblər? Görürsünüz, bilirsənmi? Həm də ki, tabiri mürəkkəb cümlənin budaq cümləsinin tapılma qaydası var da. Birinci cümlədən görürsünüz, sual doğur. Bilirsənmi? Sual yaradır. Nəyi? Buradan sual doğduğuna görə deməli, bu baş cümlədə işlənmişdir. Deməli, evə gəldimi, yemək yeyəcək cümləsinin sonunda sual varsa, biz ona deyirik sual intonasiyasının köməyi ilə yaranır da, bunu nəzərə almırıq. Yaradıcı vasitə. Bəli, tamamilə doğrudur. Aydın. Hə, bağlayıcı vasitə olanda budaqda işlənir. Amma belə m ədatı üçün deyə bilmərik. M ədatı olan tərəf başdır və yaxud da budaqdır. Baxaq görək ki, o hansı
məqsədlə orada işlənmişdir. Funksiyon Ondan yerinə. sonra bilinir. Yaxşı. Keçərək əmr cümlələrinə. Əmr cümlələri bilirsiniz ki, əmr bildirir, amma bu təkcə belə məişət həyatında bildiyimiz əmr deyil. Yəni şahın əmr etməsi tonunda əmr deyil. Xahiş də bildirə bilər, istək də bildirə bilər, hətta yalvarış da bildirə bilər. Ha, dilənçi də məsələn deyə bilər ki, yalvarıram mənə pul verin. Yenə də əmr şəklindədir. Yəni siz burada nəyə baxmalısınız? Feilin əmr şəklində olmasına baxmalısınız. Əmr cümlələrinin xəbəri yalnız feili xəbər ola bilər. Hətta yalnız əmr şəklində ola bilər. Başqa şeylə ifadə oluna bilmir. İndi bəzən çaşdırırlar, məsələn, şagirdlərdə də var, abituriyentlərdə və yaxud da tələbələrdə. Deyir ki, sən gəlməlisən. Belə deyir ki, əmr tonu var da burada. Xeyr, əmr tonu yoxdur. Deyir, gəlməlisən, gəlməyin vacibdir. Amma demir, gəl. Gələrsən, gəlməsən, özün bilərsən. Amma gəlməlisən. Deməli, nəysə ki, biz baxmalıyıq feilin şəklinə. Əgər cümlənin xəbəri feilin əmr şəklindədirsə, bu cümlənin əmr cümləsi olmaq ehtimalı var. Niyə ehtimal var? İndi gələcəm. Əmr şəklində deyilsə, əmr cümləsi deyil. Bu heç. Çünki xəbəri əmr şəklində olan cümlələrin həm əmr cümləsi olmaq ehtimalı var, həm sual cümləsi olmaq ehtimalı var, həm də nida cümləsi olmaq ehtimalı var. Nidaya girmirəm, çünki onsuz da bilirsiniz ki, istənilən bir cümlənin sonunda bir dənə nida işarəsi atırsınız, olur nida cümləsi. Yəni gəl əmr cümləsidirsə, nöqtəni götürüb edirsən nida işarəsi, intonasiyanı da biraz qalınlaşdırırsan, olur əmr cümləsi, nida cümləsi. Bəs sual cümləsi necə ola bilər? Baxın, burada bir məsələ var. Çoxumuz əmr şəkli deyən kimi beynimizdə canlanır ikinci şəxsdə. Yəni gəl, deyir ki, gəl necə ola bilər sual cümləsinin xəbəri? Ola da bilməz. İkinci şəxs istisna olmaqla. Yəni təkin də çıxıram, cəmin də çıxıram. İkinci şəxsin təki də, cəmi də. Əmr şəklində heç vaxt sual cümləsinin xəbəri ola bilməz. Yəni sən gəl, belə şey ola bilməz. Siz gəlin, belə şey ola bilməz. Amma o biri şəxslərdə ola bilər. Mən gəlim, o gəlsin. Deməli, buradan belə bir məntiqi nəticə çıxara bilərik ki, bəli, mən gəlim. Bir cümlənin xəbəri əmr şəklindədirsə, biz ona deyə bilmərik ki, bu 100% əmr cümləsidir. Baxaq görək, axırındakı durğu işarəsi nədir? Nöqtədirsə, hə, əmr cümləsidir. Sualdırsa, sual cümləsidir. Nidadırsa, nida cümləsidir. Deyə bilərsiniz ki, axı nöqtə olanda nəqli cümlə də ola bilər. Bəli, nöqtə olanda nəqli cümlə də ola bilər. Amma nəqli cümlələrin xəbəri əmr şəklində ola bilmir. Deməli, bir cümlənin xəbəri əmr şəklində ifadə olunubsa və nöqtə də qoyulubsa, onda əmr şəklindədir. Əmr cümləsidir, daha doğrusu. İndi buradan belə bir çaşdırıcı sual verə bilərlər. Məsələn, hansı cümlənin əmr cümləsi olub olmaması dəqiq bilinmir və bunu durğu işarəsi hesabına da eləmirlər. Məsələn, mən gəlim. Durğu işarəsini qoymasam əgər, deyə bilərsiniz ki, hə də, əmr də ola bilər, bu sual da ola bilər, nida da ola bilər. Baxırsan, hansı durğu işarəsini qoyacaqsan. Amma durğu işarəsi də yerində olmaqla necə ola bilər? Bunun üçün elə cümlə olmalıdır ki, onun xəbərinin ifadə olunduğu feilin əmr şəklində olub olmaması bilinməsin. Məsələn, yaxşı oynadın. Baxın, oynadın sözünün əmr şəklində olub olmaması bilinmir. Siz uşağı yaxşı oynadın. Onda olur əmr, bəli. Bir də kiməsə deyirəm ki, sən dünən yaxşı oynadın. O mənada deyirəmsə olur nəqli. Və yaxud da ütülədim. Ütülədim. Bəli. Həm əmr ola bilər, həm nəqli ola bilər. İki versiyadadır. Bunun versiyasının dəqiqləşdirilməsi üçün bizə kömək edir zaman zərfləri. Hansı zaman zərfləri? Bugün indidən qabaq, yoxsa sonra olması dəqiq bilinən zaman zərfləri. Niyə bu ifadəni dedim? Bugün sözü bizə kömək edəməyəcək burada. Məsələn, dünən ütülədim. Dünən ütülədim. Buradakı
cümlənin hansı cümlə olduğu dəqiq bilinirmi? Bilinir. Dünənə yox. Zaman. Bilinir. Çünki dünən ütülətmişəm mən bunu. Amma sabah ütülədim desəydik, onda nə olardı? Sabah ütülədim. Qoy mən bunu aparım, sabah ütülədim. Onda Onda olacaqdı əmr. Zaman olmur Bəli. mənim. Amma deyəndə ki, bugün ütülədim, burada ipucu yenə olmadı. Çünki bugün indiki andan qabağı da bildirə bilər, sonranı da bildirə bilər. O məsələ var. Hmm, bəli. Sonra bu gələk tipli ifadələr var idi. Ha, yadınızdadır, feildə keçmişdik. İki şəkildə düşünülə bilər. Həm Oxuyaq əmr yazın. şəklində, həm də arzu şəklində. Bu da məsəl üçün hansı şəkildə olması dəqiq bilinməsə, cümlənin növü dəqiq bilinmir. Və yaxud da başqa tip necə ola bilər? Yazdır tipli nümunələr. Yazdır. İndi bu yazı ilə veriləndə bizə vurğusu görünmür də. Yazdır. Həm əmr şəklində ola bilər və əmr cümləsi ola bilər, həm də ismi xəbər olub nəqli cümlə ola bilər. Bu da belə. Keçək nida cümləsinə. Nida cümləsi dediyimiz kimi sonunda nida işarəsi olur və istənilən cümləni nida cümləsinə çevirmək mümkündür. Yəni bəzi cümlələr var ki, onları nida cümləsi olmadan düşünmək olmaz. Tutaq ki, kimsə bir şüar deyir ki, yaşasın Azərbaycan. Bunu heç vaxt biz nida cümləsi olmadan düşünə bilmərik. Demirik ki, yəni, yaşasın Azərbaycan. Belə olmur da. Bu ifadə elə bir ifadədir ki, bunu deyirsənsə nida ilə deyirsən, emosiya ilə Emosiyalar deyirsən. olmalıdır. Bəli. Amma qalan cümlələr, istənilən cümlə, məsələn, mən gəldim, deyə bilərsiniz ki, filoloqların cümlə qurmaq dedikdə ağlına gələn ilk cümlədir. Bu cümlə necə ola bilər ki, nida cümləsi olsun? Ola bilər, situasiyadan asılı bax. Kimsə məsələn əsgərlikdən gəlir, sürpriz, evə gəlir, girir qapıdan deyir, mən gəldim, hamı sevinir. Bu özü də sevinir və qışqırır. Ona görə deyirəm ki, situasiyadan asılı olaraq istənilən cümləni mədəni, hə, T9 deyəsən, hələ. Mən gəldim, hə, nəysə, axırda mən dedim artıq onu, bəli. Deməli, istənilən bir cümləni hansısa bir situasiyada nida cümləsi kimi düşünmək olur. Burada iki dənə nüans var. Bir nida cümləsinin tərkibində mütləq nida olmalıdırmı? Xeyr. Nitq hissəsi nida olmaya da bilər. Və yaxud da nitq hissəsi nida işlənən cümlələr hamısı nida cümləsidirmi? Xeyr. Çünki nidanın əsas funksiyası emosiya bildirmək olsa da, məsələn, elə çağırış nidaları var ki, emosiya bildirmir. Kimisə çağırırsan sakit tonda. Ay Vüqar məsələn. Belə çağırırsan, böyük bir emosiya bildirmir və cümlənin də sonunda nöqtə qoyulur. Və o zaman o nida cümləsi olmur. İkinci məsələ isə odur ki, sonunda sual işarəsi və nida işarəsi qoyulan cümlələr hansı növə aiddir? Nida. Bəli, nida cümləsidir. Niyə? Bunu belə Aslında yadda müəllim, saxlayın. Çünki biz dilimizdə dedik olan ki, durğu nida cümləsi, işarələrinin bəli, dilimizdə olan durğu işarələrinin belə deyək də ən hökümlüsü nidadır, səhv etmirəmsə. nə baxımdan hökümlüsü? Yəni Emosiya baxımından. emosiya, təsirlilik baxımından, həmçinin də o sual nida arasında seçim etmək qanununda, yəni daha çəkisi, sambalı digərlərindən ağırdır. Mən sambalın ağırlığına görə yox, elə, nida cümləsi sonradan yaranan cümlədir. Ona görə. Sual bu idi ki, Sevinç, sonunda sual nida olan cümlələr hansı cümlələr ona aiddir? Belə yadda saxla ki, nida cümlələri sonradan yaranır. O birisi cümlələrin intonasiyasının dəyişməsi və durğu işarəsinin dəyişməsi hesabına yaranır. Ona görə də sonunda sual nida gördüksə, deməli bu cümlə nida cümləsidir. Sual cümləsi deyil. Məzmununda sual var təbii ki. Amma özü sual cümləsi deyil, nida cümləsi sayılır qrammatik baxımından. İndi burada bilirsiniz hansı məsələ ortaya çıxa bilər? Azərbaycan dilindən ədəbiyyatı inteqrasiya edib
Biz mesela şimdi nəzəriyyədə demişdik, elə bir cümlə ola bilərmi? Orada təyin olsun, təyin olmasın, amma bədii təyin olsun. Həmin məsələ burada da ola bilər. Çünki biz təyini müəyyən eləyəndə qrammatikaya da çox baxırıq da. Yəni cümlə üzvünün təyin edicisi olmalıdır o. Xitabın yox, tərkibdəki sözün yox. Amma bədii təyində onlara baxmırıq, məzmuna baxırıq. Necə ki demişdik, dəli könül gəl əylənmə qürbətdə. Burada dəli sözü epitetdir, amma təyin deyil. Burada da həmin şeydir. Məsələn, ola bilər ki, bir bədii sual var, axırında da nida işarəsi var. Burada sual cümləsi yoxdur. Nida cümləsi daxı qrammatik baxma yanlışlıqda. Amma bədii sual varmı? Var. Bədii sualda biz durğu şərlərinin oynamırıq. Qrammatikaya baxmırıq ədəbiyyat məsələlərində. Məzmuna baxırıq. Ona görə də sual cümləsi olmayan mətndə bədii sual ola bilər. Maraqlı bir nüansdır bu da. Sonra bizdə sadə cümlə ilə bağlı qalmışdıq o bir məsələ. Sadə cümlənin şəxsə görə növləri. Bu da çox rahat bir mövzudur. Onu bilmək lazımdır ki, əsas məsələlərdən biri mübtəda ilə xəbəri varsa sadə cümlənin, o müəyyən şəxsli cümlədir. Yəni atalar sözü də olsa, ümumi məzmunlu bir fikir də olsa, fərqi yoxdur. Məsələn, axtaran tapar. Mübtəda var, xəbər var. Deməli, müəyyən şəxsli cümlədir. Amma mübtəda olmadan da müəyyən şəxsli ola bilər. İndi o birislərə baxaq əvvəlcə, müqayisə eləyəcəm. Ümumi şəxsli cümlələrlə qeyri-müəyyən şəxsli cümlələri müqayisə eləyəcəm əvvəlcə. Bilirik ki, qeyri-müəyyən şəxsli cümlələrin xəbəri olur üçüncü şəxsin cəmində və mübtəda işlənmir. Məsələn, gəldilər. Ümuminin xəbəri isə üçün cəmində və ikinin təkində olur. Mübtəda işlənmir və fikir hansısa bir situasiyaya aid olmur. 5-10 nəfərə aid olmur, ümumi olur. Məsələn, cücəni payızda sayarlar. Və yaxud da ikinci şəxsdə deyim, belə nümunələr var idi. Qubaya gedəndə çoxlu turist görürsən. Atalar sözü olmasa belə, yenə də ümumi şəxsli cümlədir. Çünki orada fikir bir adama aid deyil. Yəni bir adama desəm belə, təkcə ona xas deyil. Kim getsə görəcək. Yəni baxın, bu məsələ var. İndi bax belə nümunələr var. Dildə də belə bir cümlə var. Yolu keçəndə sağa sola baxmazlar. Bu hansı növdə olar sizcə? Ümumi şəxs olar, değil mi? Ümumidir, bəli. Doğrudur. Hamınız doğru yazdınız. Ümumidir çünki, yəni sual cümləsi kimi olsa da, bu da o mənadadır ki, yəni yolu keçəndə sağa sola, sola sağa hətta, sola sağa, birinci sola baxmaq lazımdır. Baxarlar. Baxın, belə bir məzmun var burada. Və şəxssiz cümlələr. Şəxssiz cümlələrin xəbəri üç cür ola bilər. Həm şəxssiz feillərlə ifadə oluna bilər, həm frazoloji birləşmələrlə, həm də ismi xəbər ola bilər. Şəxssiz feillərdən başlayaq. Şəxssiz feil bilirsiniz ki, bizim dilimizdə çox yoxdur. Yəni oturub saysaq, yəni 5-10 dənə saya bilmərik. Məsələn, əməl olundu. Bu şəxssiz feildir və bu şəxssiz feil əgər sadə cümlədə xəbərdirsə, onda həmin cümlə olur şəxssiz cümlə. Çünki onun mübtədası olmur və düşünmək də olmur. Tutaq ki, deyirəm ki, tapşırığa əməl olundu. Burada tapşırığa sözü tamamlıq olur. Və yaxud da siz bunun qarşısını uzaqbaşı zərflik artıra bilərsiniz. O da yenə də mübtəda deyil. Günün qızmar vaxtı idi, yenə də şəxssiz olur. Gələcəm ona. Hə. Deməli, amma burada bir dənə də məsələ var. Əgər bir cümlədə şəxssiz feil varsa, sadə cümlədən söhbət gedir. Həmin cümlənin şəxssiz cümlə olduğunu əminliklə deyə bilərikmi? Xeyr. Çünki mən bayaq vurğuladım ki, söhbət onun xəbər olmasından gedir. Bəlkə başqa bir cümlə özüdür. Başqa bir, məsələn, tərkibin içində işləyən və yaxud da təsriflənməyən formada işləyən sadəcə olaraq. Tutaq ki, məktublara baxılanda mən otaqda yox idim. Görürsünüz, baxılanda var da, burada şəxssiz feil var, amma getdi o zərfliyin içindədir. Yenə də
Bizə xəbər maraqlıdır da burada. Baxılanda maraqlı deyil ki, yox idim ki, mən. Bunda diqqətli olmaq lazımdır. Sonra frazeoloji birləşmələr məsələsi. Bu qayda bütün frazeoloji birləşmələrə aid deyil. Bəzi frazeoloji birləşmələrə aiddir. Nə baxımdan deyirəm bunu? Frazeoloji birləşmələrin bəzilərinin içərisində potensial mübtəda var. Bu nə deməkdir? Məsələn, deyirik ki, hava qaraldı. Burada xəbər qaraldı sözüdür. Havada mübtədadır. Amma qanun qaraldı deyəndə, qanun qaraldı. Və burada qanuna mübtəda deyə bilmirik. Əslində o frazeoloji olmasaydı, qanun mübtəda olacaqdı. Amma frazeoloji də deyə ikisi birlikdə bir vahiddir deyə qanun qaraldı olur xəbər və o mübtəda olası söz getdi xəbərin içində. Daha biz buna ayrıca bir mübtəda düşünə bilmirik. Deyə bilərsiniz ki, bəlkə mən belə düşünürəm. Mənim qanım qaraldı. Hə, düşün də, mənim sözü yenə də mübtəda deyil ki, yerlik aldı, yenə getdi xəbərin içində olur. Lap mənim Rasimin dünənki hərəkətindən sonra qanım qaraldı desəz, yenə də hamısı xəbər olur. Çünki mənim qanım, yerlik mənsubiyyət onun içində gedir. Ona görə də bəzi frazeoloji birləşmələr şəxsi cümlənin xəbəri ola bilir. Bəli, səndən acığım gəlir. Burada səndən sözü doğrudur. Tamamlıq kimi ayrılır. Qabağı boşda axı. Amma yenə də acığım gəlir, olur, xəbər və şəxsi cümlədir. Mən bu niyə deyirəm bəzi frazeoloji birləşmələr? Məsələn, qulaq asıram. Biz bunda deyə bilmərik şəxsi sferdir, çünki bunun mübtədası var. Və yaxud da səndən xoşum gəlir əvəzinə, ondan xoşum gəlir əvəzinə, xoşuma gəlir desək, eyni məzmunlu. Bəli, bəli. Xoşuma gəlir desən, bunun qabağını sən mübtəda artıra bilirsən. Hər hansı bir insan, insan adı və yaxud da cansız əşya, meyvə, nə istəsən artıra bilirsən də. Yəni mübtəda düşünmək olur iş arasındadır. Ona görə də olur müəyyən. Və bir də ismi xəbərli şəxssiz cümlələr ola bilər. İsmi xəbərli necə olur? Məsələn, yaydır, qışdır, payız axşamıdır. Bu tipli nümunələrdir. Bunlarda da bir konkret mübtəda düşünmək olmur. Konkret mübtəda düşünmək olmur deyə onlar da gedir şəxssiz cümlə. Qaldı adlıq cümlələr. Adlıq cümlələr mübtəda əsasında yaranır. Yəni burada baş üzvlərdən mübtəda olur. Qabağında təyin də ola bilər təbii ki. Məsələn, dəniz, dalğalı dəniz. Adlıq cümlələrdən ən çox istifadə olunur şeirlərdə, bir də remarkalarda. Remarkalarda, bəli, doğrudur Nərmin. Remarkalarda yəni qısaca təsvir verilir. Məsələn, məşhur nümunə var 18-ci əsr Şuşa qalası, Vaqifin evi, Xan sarayı. Yəni bunlar adlıq cümlələrə nümunələrdir, rahat bir məsələdir o. Sonra bizdə burada qaldı söz cümlələr. Söz cümlə, onu deyim ki, yəni bir sözdən ibarət olur fikri, çox doğru deyil. Onun heç bir əhəmiyyəti yoxdur. Söz cümlənin qaydası budur. Cümlədə cümlə üzvü olmasın. Budur. Cümlə üzvü varsa söz cümlə deyil, yoxsa söz cümlədir. Bəli. İndi düzdür, orada güvəndə belə nümunələr var ki, ola bilər ki, cümlədə cümlə üzvü olsun, amma sualın cavabı ilə birbaşa əlaqəli olmasın falan. Onu heç oxumayın. Güvəndən o hissəni oxumayın. Çox yanlış formada, çox yanlış bir mənbəyə əsasən onu veriblər. Adlıq cümlədə xəbərdən başqa bütün cümlə üzvlərinin olması biraz müzakirəyə açıqdır, zərfliyin olmaması. Çünki zərflik normalda aid olur xəbərə. Xəbər yoxsa zərflik nə edir orada? Amma elə cümlələr var ki, orada bir də görürsən yerlik hallı bir söz var, harada suala cavab verir, amma zərflik kimi düşünürsən. Yəni bilmirsən ki, bunu götürəsən qeyri-təyin sözləşməsi kimi, yoxsa yox. Müzakirəyə açıq bir məsələdir. Yəni mən baxıram bəzi nümunələri konkret zərflik kimi götürmək olur onu, amma qaydaya əsasən xəbər yoxsa zərflik nə edirsən orada? Bəli, çəmənlikdə çiçək. Yəni bəlkə də kimsə deyər ki, mən bunu götürürəm qeyri-təyini. Ona görə də o biraz mübahisəli olduğuna görə heç bir halda sizin üçün normal və ciddi imtahanda sual mövzusu ola bilməz. İndi gələk söz cümlələrə. Söz cümlələr dediyimiz kimi cümlə üzvü olmayan cümlələrdir. Bunların əsas ifadə vasitələri nədir? Köməkçi nitq hissələri. Çünki əsas olanda onların leksik mənası olacaq və hansısa bir cümlə üzvü olacaq. Köməkçilər 3 dənədir. Hansı 3 dənədir? Qoşmanı çıxırıq. Niyə? Çünki qoşma nəyəsə qoşulur.
Bağlayıcını da çıxırıq. Bağlayıcının funksiyası cümlə üzvlərini və yaxud da hansısa bir leksik mənalı sözləri bağlamaqdır. Qalır yerdə ədat, modal, bir də nida. Bunlar üçü söz cümlə kimi çıxış edə bilir. Təbii ki, dialoqlarda. Kimsə sənə nəsə deyir, deyirsən ki, bəli. Ədatlardan bir dənə təsdiq inkar ədatlarına aiddir bu. Bəli, xeyr, hə, yox, əsla, qətiyyən, heç də. Bu cür sözlər söz cümlə ola bilir. Modal sözlər də həmçinin. Sualın cavabı olaraq, məsələn, gəlirsən, çünki əlbəttə oldu söz cümlə. Bir də kimsə sənə nəsə xoş xəbər deyir, sən də deyirsən ki, bəh-bəh. Cümlə bundan ibarətdir. Bu da ola bilər. Amma bizə belə bəsit formada düşmür. Ballar çıxdı, yüksək bal toplamısan, o da desin ki, ura. Burada söz cümlə varmı, yoxdurmu? Belə düşmür təbii ki. Bəs nə düşür? Məsələn, bir dəfə düşən sualların biri bu idi ki, o hansı nitq hissəsidir ki, bağlayıcı vasitə kimi də çıxış edir, söz cümlə kimi də çıxış edir. Məsələn, cavab ədat idi. Həm bunun ədatı var, bağlayıcı vasitə kimi çıxış edir, həm də başqa ədatlar, hə, yox tipli sözlər söz cümlə kimi çıxış edə bilir. Sonra, ikinci məsələ burada düzdür, doğrudur tipli sözlərlə bağlıdır. Bu sözlər modal sözdür, modal söz ola bilirlər. Amma söz cümlə kimi çıxış edə bilmirlər. Maraqlı bir şey var. Yəni, sən kimsə sənə nəsə deyəndə desən ki, düzdür, onun fikrini təsdiq edən kimi, bu artıq modal söz olmur. Bu nə olur? Sifət olur, xəbər olur, düzdür, doğrudur. Bunun modal söz olması üçün gərək yanında başqa şeylər olsun. Hərşən mənasında olsun, məsələn. Düzdür, sən gəlmişdin, amma heç nədə iştirak eləmədin. Üzvlənə bilər ehtimalı kimi. Bəli, ehtimalı yox, hətta tək işlənəndə düzdür, üzvlənir, xəbər olur. Bəli, bu məsələ var. Bir də söz cümlənin tərkibində leksik mənası olan söz ola bilərmi? Bəli. Necə ola bilər bu? Birincisi, xitablar. Məsələn, Əli, əlbəttə xeyr. Görürsünüz, 3 dənə söz var, amma söz cümlədir yenə də. Gözəl xanım, əhsən, bəli. Gözəl xanım. 2 cür düşünmək olar hətta. Amma yenə də söz cümlədir. Gözəl adam adı ola bilər orada. Sifət də ola bilər. Amma söz cümlədir. Çünki xitabdır da nəticədə. Yəni, xitabdırsa bu cümlə üzvü deyil. Bu baxımdan söz cümlənin tərkibində leksik mənası olan söz ola bilər. Həmçinin ara sözlər. Ara sözlər də axı sintaktik təhlilə cəlb olunmur. Yəni, cümlə üzvü kimi. Cümlə üzvü deyil. Sintaktik funksiyalar var, amma cümlə üzvü deyil. Məsələn, deyirəm ki, elə olsun Nərminin, canlıda Nərminə aid qurduğu nümunələri burada da ona aid quraq. Nərminin sözlərinə görə bugün yağış yağıb, məsələn. Yox, ardım. Nərminin sözlərinə görə xeyr. Belə bir şey ola bilər. Və yaxud da sözün doğrusu xeyr. Belə deyək. Sözün doğrusu xeyr. Ara sözdür, bir dənə də ədat var. Amma gördüyünüz kimi leksik mənası olan sözlər var. Plus da sintaktik əlaqə də var. O da ola bilər. Hə, sual kimi düşə bilər. Sözün doğrusu ara sözdür və içində 2 dənə sintaktik əlaqə var. Və yaxud da əziz dostum, xeyr, belə olsa yenə də sintaktik əlaqə var. Yanaşma əlaqəsi var. Bu məsələdə də diqqətli olmaq lazımdır. Söz cümlə ilə bəzən söz xəbəri qarışdırırlar tələbələr. Bunun da yenə şahid oldum bir neçə gün qabaq. Sualım belə idi ki, söz cümlənin tərkibində söz xəbər işlənə bilərmi? Elə burada da verim o sualı. Söz cümlənin tərkibində söz xəbər işlənə bilərmi? Xeyr. Çünki xəbərdir də, bu zaten xəbərdir. Bəli. Söz xəbər varsa, xəbər də var deməkdir. Xəbər varsa necə söz cümlə olsun? Var, yox, lazım, gərək, bəs, mümkün tipli sözlər. Bəli. Bunlar suala cavab verməsə də, heç bir nitq hissəsi sayılmasa da, müstəqil xəbər olurlar və söz xəbər adlanırlar və yaxud da predikativ söz adlanırlar və ona görə də biz deyə bilərik ki,
Söz cümlənin tərkibində söz xəbər ola bilməz 100%. Yaxşı. Qaldı bizdə tabelsiz mürəkkəb cümlələr. Tabelsiz mürəkkəb cümlələr haqqında qısaca məlumat verim. Deməli, bu cümlələrdə bilirsiniz ki, ümumiyyətlə mürəkkəb cümlələrdə 2 dənə qrammatik əsas olmalıdır. Yəni 2 dənə cümlə olmalıdır. 2 dənə mübtəda xəbər yox. 2 dənə cümlə olmalıdır. Ola bilər ki, heç bir dənə mübtəda olmasın, amma mürəkkəb cümlə olsun. Tabeldə çox geniş danışacağıq bu haqda. İndi qısaca deyim. Əsasən tabelsizi biz həmcins xəbərlərdən ayırmağı bacarmalıyıq. Həmcins xəbərli cümlələr də xəbər bir mübtədaya aiddir. Məsələn, mən gəlirəm, amma gecikirəm. Sadə cümlədir. Mən gəldim, sən gecikdin, mürəkkəb cümlədir. İki xəbər bir mübtədaya aiddirsə, bu olur sadə cümlə. Əvvəlcə onu deyim ki, yəni şagirdlərə keçəndə də bu problem ortaya çıxır. Həmişə birinci tabelsizi keçirik, bu qaydanı deyirik, sonra gəlib tabeliyə çatanda görürük ki, iki xəbərin bir mübtədası ola bilər. Biz bilirik ki, tabelli cümlədə budaq cümləni baş cümləyə bağlayan vasitələr var. Bunlar adları tabellik əlaməti. Yəni siz bir tabellik əlaməti görürsünüzsə, məsələn, ki bağlayıcısı varsa və yaxud da ki bağlayıcısını düşünə bilirsinizsə, əgər varsa, sağ varsa, sağ üstə gəl da varsa və s. Bunlar heç. Bunlar onsuz da tabeli mürəkkəb cümlədir. Məsələn, gəldim xəbər verim. Yəni gəldim ki, xəbər verim. Bu olur mürəkkəb cümlə. Burada ki var. Bunlarla işimiz yoxdur. Biz söhbət burada gedir tabelsiz kimi düşünülə bilən ifadələrdən. Onu deyim ki, həmcins xəbər də olsa, tabelsiz mürəkkəb cümlə də olsa, tabelsizlik əlaqəsi olur. O heç. Tabelsiz mürəkkəb cümlənin tərəfləri arasında tabelsizlik əlaqəsi olur. Amma tabeli mürəkkəb cümlənin tərəfləri arasında tabellik əlaqəsi olmur. Bunu qarışdırmayın. Deməli, tabelsiz mürəkkəb cümlələrdə hər iki tərəfdə bir qrammatik əsas olmalıdır. Ola bilər ki, cümlədə 3-4 dənə xəbər, 2 dənə mübtəda olsun, yenə də sadə olsun. Məsələn, belə bir şeir var. Atlar, öküzlər, kotana gücü vurur, virgül. Gah yeriyir, gah yıxılır, gah durur. Bu formada verirsəm, bu sadə cümlədir. Çünki atlar, öküzlər bir tərəfdədir. Gərək mürəkkəb olması üçün mübtəda xəbər bir tərəfdə olar. Sonra təzədən bir dənə mübtəda xəbər olar. Əgər desəydik ki, atlar yeriyir, öküzlər güc vurur. Onda olardı mürəkkəb. Sonra digər bir çaşdırıcı məsələ var. Məsələn, biz keçən dəfə dedik ki, məndə kitab da var, qələm də. Bu cümlənin quruluş sənəvi yadınızda qalıbmı? Məndə kitab da var, qələm də. Mürəkkəb, bəli. Biz niyə buna xəbər həmcins mübtədalı demədik? Çünki hərəsi bir tərəfindədir xəbərin. Məndə kitab da, qələm də var olsaydı, onda olardı sadə cümlə. Amma bu formada biz deyirik ki, ikinci cümlənin xəbəri ixtisar olunur və bu mürəkkəb cümlədir. Belə bir incə məqam da var burada. Sonra, tabelsiz mürəkkəb cümlənin tərkib hissələri arasında məna əlaqələri. Bunlar əslində ad olaraq çıxarılır proqramdan. Yəni, belə düşür də. Məsələn, hansı tabelsiz mürəkkəb cümlənin tərəfləri arasındakı iş və hadisələr qarşılaşdırılır. Qarşılaşdırma əlaqəli tabelsiz mürəkkəb cümləni soruşur nəticədə. Burada da bəzi nümunələr biraz nisbi xarakteri daşıyır. Belə müzakirə doğru ki, görəsən də götürək. Heç vaxt imtahanda elə müzakirəyə açıq məsələ düşməyib. Əsas konkret nümunələr var ki, məsələn, zaman əlaqəsi eyni zamanda baş verir. Elmdə var idi, bəli, amma imtahanlarda düşmür. Məsələn, zaman əlaqəsində belədir ki, hadisələr eyni zamanda baş verir. Məsələn, mən danışıram, şagirdlər dinləyir. Ardıcıllıqda ardıcıl baş verir. O gəldi, biz onu qarşılamağa çıxdıq. Səbəb nəticədə də zaman və yaxud da ardıcıllıq məzmunu ola bilər. Amma bir məsələ var ki, orada
İkinci cümlə birincinin birbaşa nəticəsidir və yaxud da bir ikinin səbəbidir. Məsələn, gün çıxdı, hava qızdı. Yəni gün çıxmasının birbaşa nəticəsidir və yaxud da havanın qızmasının birbaşa səbəbi günün çıxmasıdır. Bununla bağlı bir dənə maraqlı sual düşmüşdü. Hardasa bir 5-6 il qabaq miqdə. Deyir ki, hansı tabelisiz mürəkkəb cümlədə ikinci cümlə birincinin nəticəsi üçüncünün səbəbidir? 2. Birin səbəbidir, üçün nəticəsidir. Birin nəticəsidir, üçün səbəbidir. Təbii ki, burada 3 dənə cümlə olmalıdır. Cavab da belə bir şey idi ki, stəkan sındı, su dağıldı, əlim yandı. Belə bir şey düşmüşdü. Yəni stəkan sınması nəticəsində su dağılıb, su dağılması nəticəsində əlim yanıb. Belə bir maraqlı nümunə də düşmüşdü. Qarşılaşdırma əlaqələrində müəyyən eləmək rahatdır. Belə ki, qarşılaşdırma əlaqəli tabelisiz mürəkkəb cümlələrdə ya qarşılaşdırma bağlayıcısı olur, ya da ki, o məzmun olur. O işlənməsə belə ardıcılığa bənzəyir, amma nədir fərqi? Yəni birbaşa nəticəsidir. Məsələn, indi video dərs göndərəcəm, orada demişəm, avtobus dayandı, sərnişinlər mindilər. Bu səbəb nəticə deyil. Çünki sərnişinlərin minməsinin səbəbi avtobusun dayanması deyil. Dayansaydı onlar minməyə də bilərdilər. Və yaxud da dayanmasaydı gedib onu saxlatdırıb minə də bilərdilər. Onun səbəbi başqa şeydir. Amma su dağıldı, əlim yandı. Bu səbəb nəticədir. Avtobus dayandı, sərnişinlər mindilər. Bu ardıcıllıqdır. Bölüşdürmə əlaqə, qarşılaşdırma ilə bağlı bir şey deyəcəkdim. Başqa söz girdi araya. Bəzən belə sual düşür ki, hansı tabelisiz mürəkkəb cümlənin tərəfləri bağlayıcı vasitəsilə bağlanıb və yaxud da sadəcə intonasiya ilə bağlanıb. Burada həmişə gözdən qaçan bir bağlayıcı var, isə. Özə şəkilçiləşmiş formada yazılıbsa, çox adam heç ona fikir vermir. Mən gəldim, sənsə gəlmədin. Baxın, mən gəldim, sənsə gəlmədin. Burada bağlayıcı ilə əlaqələnib tərəflər, İsa bağlayıcısı ilə. Buna fikir vermək lazım mütləq. Çünki düz deyə belə demir. Burada İsa bağlayıcısı var, yoxsa yoxdur. O formada mənim dediyim kimi qoysa, baxırsan ki, İsa var, yoxsa yoxdur. Sualı belə qoyur. Deyir ki, uyğunlaşdırın. Tərəfləri bağlayıcı ilə bağlanmış tabelisiz mürəkkəb cümlədir. Tərəfləri sadəcə intonasiya ilə bağlanmış tabelisiz mürəkkəb cümlədir. Tərəfləri bağlayıcı sözlə bağlanmış tabeli mürəkkəb cümlədir. Deyirəm, uyğunlaşdırın görün bu cümlələri. Orada adamın beyni qarışır. Bilmir ki, hansını hara açsın. Ona görə diqqətli olmaq lazımdır. Bölüşdürmə əlaqəlilər haqqında onu deyə bilərik ki, bu cümlələrin digər məna əlaqəli cümlələrdən fərqi odur ki, heç vaxt bağlayıcısız yarana bilməz. Mütləq orada bölüşdürmə bağlayıcısı olmalıdır. Ya da, gah da, istərsə və s. Yenə də biz o həmcins xəbər məsələsində ehtiyatlı olmalıyıq. Mən ya getməliyəm, ya zəng eləməliyəm. Yəni, burada deyə bilərsiniz ki, ya da var. Amma bu sadə cümlədir. Siz birinci baxmalısınız ki, bu mürəkkəb cümlədirmi ümumiyyətlə? Ondan sonra o əlaqəni axtarırsınız. 1. Mürəkkəb cümlədirmi? 2. Tabelsizmi? Ondan sonra əlaqə axtarırsınız. Məsələn, külək əsdi, bütün meyvələri yerə tökdü. Bu, səbəb nəticə əlaqəli tabelsiz mürəkkəb cümlə deyil. Çünki sadə cümlədir. Onda da diqqətli olmaq lazımdır. Sonra, qaldı bir dənə aydınlaşdırma əlaqəli tabelsiz mürəkkəb cümlələr. Aydınlaşdırma əlaqələrin arasında adətən qoşa nöqtə qoyulur. Amma nöqtəli virgül də ola bilər. Dilimizdə yəqin ki, ən az işlənən durğu işarəsidir, nöqtəli virgül. İndi durğu işarələrini geniş danışacağım bu haqda. Qoşa nöqtə gördünsə və yaxud da nöqtəli virgül gördünsə və tabelsiz mürəkkəb cümlədirsə, təbii ki, bunlar başqa məqsədlə də işlənə bilər. Ümumiləşdirici sözün qoşa nöqtəsi də ola bilər. Qrup sadalanan həmcins üzvlər arasında da nöqtəli virgül ola bilər. Bəli. Belə amma rahatı odur. Bunun məntiqi nədir? Diqqət tələb edirəm. Bəli, üçü də işlənə bilər. Məntiqi odur ki, ikinci tərəf birinci tərəfə aydınlaşdırır. Məsələn, o başını buladı. Qoşa nöqtə heç nə əldə edilməyib. Yəni, bu başını buladı, onu bildirir ki, heç nə əldə edilməyib. Yox mənasını verir bu. Belə.
Mənə elə gəlir ki, məlumat olaraq bu qədər kifayətdir. İndi mən sizə bu dərslərin video yazısını, bu Zoom-un video yazısını, bir də ev tapşırıqlarını göndərəcəm, plus sınaq göndərəcəm. Gəlin dərsəcəndə onların izahlarını göndərəcəm. Bəli, bütün xırdalıqlara məncə toxundum. İndi yenə də testləri işlədikcə qarşınıza çıxacaq. Onlarla da həmin testlərin video izahlarında tanış ola bilərsiniz. Qaranlıq məqam Bəli, iki qalıbmı? sualım var. Bəli. Meşədə yaşlı ağaca rast gəlirsən, ümumi şəxsdir. Meşədə yaşlı ağaca rast gəlinir şəxsi cümlə. Doğru? Bəli, doğrudur. Gəlinir şəxsiz, gəlirsən ümumi şəxs. Burada Bəli. səni bərpa etmək düzgün deyil də. Olur ümumi. Yox, onsuz da sən istənilən cümləyə şəxsizdən başqa mübtəda artıra bilərsən də. Amma səni bərpa eləmək düzgün deyil. İndi məsələn mən belə bir şey qoymuşam, videoda görəcəksiniz. Dağa çıxanda tək nəfəs olursan, dağa çıxanda aparat götürməyi unudursan. Birincisi ümumi şəxsli cümlədir. Çünki hamıya aiddir tək nəfəs olmaq. Bəli. Amma fotoaparat götürməyi unudursan, bu kimsə bir adamdan söhbət gedir. O artıq Artıq müəyyən müəyyən şəxsli şəxs. cümlədir. Yəni mənaya da fikir vermək lazımdır. O meşədə yaşlı ağaclara rast gəlirsən, bu hər kəs üçün keçərlidir. Yəni meşədirsə, orada hər halda yaşlı ağacı var. Necə bir meşədir ki, 5 yaşlı ağaclardan ibarət meşə olmur ki, o bağ ola bilər də, park ola bilər. Hə, ona görə məzmundan da biz bunu rahatlıqla görürük. Başqa sual? Bir müəllimə, mən gecikdim, tam əvvəlin mövzunu qaçırdım. Nərminin sözlərinə görə nümunə verdiniz. Burada söz cümlə işlənməyib elə. İşlənib. Nərminin sözlərinə görə əgər ara sözdürsə, Nərminin sözlərinə görə xeyr. Ara sözdürsə, o söz cümlədir. Çünki hər hansı bir cümlə özü yoxdur. Bütöv Günün şəkillərdə orada qızmar vaxtı Nərminin idi. Hə. Günün qızmar vaxtı idi. Ona görə şəxssizdir ki, buna mübtəda artırmaq olmur. Nə günün qızmar vaxtı idi? Hava düz gəlmir. Və yaxud da indi artıra bilərsən, indi mübtəda deyil. Yəni sən ona mübtəda düşünə bilmirsən. Mübtəda yoxdur və düşünmək də olmur. Budur məsələ. Söz cümlədən sonra nöqtə qoymurduq. Söz cümlədən sonra nöqtə də qoya bilərsən, nida işarəsi də qoya bilərsən. Söz cümlənin, yəni durğu işarəsi söz cümləni müəyyən eləmir. Vergül, vergül yox. Söz cümlənin sonunda cümləni bitirən bir durğu işarəsi olmalıdır. Nöqtə və yaxud da nida işarəsi və yaxud da 3 nöqtə belə. Yox, mən o Nərminin sözlərinə görə vergül, xeyr. Bunun hamısını birlikdə dedim də. Nərminin sözlərinə görə xeyr. Xeyri də ora gətirməlisən. Yoxsa Nərminin sözlərinə görə necə şey olsun? Söz cümlə. Bu bir cümlə deyil axı. Nərminin sözlərinə görə. Xeyr qoyub nöqtəsini qoymalısan. Yaxşı. Oldu. Hələlik ədəbiyyatda görüşərik. Sağ olun. Sağ olun.